günləri SOCAR-ın dəstəyi ilə ölkədə ilk dəfə olaraq texnoloji bütövlüyün idarə olunması, korroziya və örtüklərlə bağlı böyük bir konfrans keçirilir. 3 gün davam edəcək konfransda 14 ölkədən sahə ekspertləri, ən tanınmış şirkətlər, şirkət rəhbərləri, çoxlu sayda mühəndislər, demək olar ki, texnoloji bütövlüyün idarə olunması ilə bağlı dünyanın ən yaxşı ekspertləri iştirak etməkdədir. Bu əslində belə vacib Azərbaycan sənayesi üçün düşünürəm ki, vacib haldır və xüsusilə neft-qaz sənayesi üçün. Azərbaycan Dövlət Neft Sənaye Universiteti də bu konfransın tədqiqat partnyorudur. Biz konfransla bağlı 6 ay ərzində böyük bir tədqiqatı keçirmişik ki, ümumiyyətlə Azərbaycanda və qonşu ölkələrdə, Xəzər dəniz hövzəsi ölkələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı vəziyyət necədir? Ümumiyyətlə, bu barədə mühəndislər, liderlər, sənaye liderləri nə düşünməkdədir? Və bizim tədqiqatda 108 nəfər ən belə ekspertlər iştirak ediblər, ən yüksək səviyyəli mühəndislər, menecerlər iştirak ediblər. Bu çox yaxşı bir haldır ki, Azərbaycan Dövlət Neft Sənaye Universiteti sırf sənaye yönümlü və beynəlxalq bir tədbirin bilik və tədqiqat partnyorudur. Bu, həm də universitetin digər şirkətlər tərəfindən tanınması üçün də çox əhəmiyyətlidir. Bizim burada olmağımız, sənayedə olan lider şirkətlərlə əlaqələrin yaradılması, əməkdaşlıq baxımından da düşünürəm ki, çox önəmlidir. Bu günləri konfransda demək olar ki, ən böyük heyət elə Azərbaycan Dövlət Neft Sənaye Universitetindəndir. Azərbaycan Devlet Petrol ve Sanayi Üniversitesi'ni duydum. Bizim TANAP'la birlikte geçmişte Azerbaycan içinde yaptığı çalışmaların hakkında bilgim var. İnşallah ilerleyen zamanlarda daha fazla çalışma yaparak daha güzel işler çıxarılabilir. Belə bir konfransda həm rektorumuzun, həm vaxtilə mənə dərs keçən müəllim heyətindən tanış üzlər görmək mənə çox xoş oldu. İstər-istəməz doğma bir məkandır mənim üçün Adnusu. Artıq 6 ilimi burada keçirirəm. 17 yaşında bir tələbə olaraq bura gəlmişdim və artıq mühəndis kimi buradan ayrılacağam. Ona görə də məndə yeri ayrıdır və burada görmək çox xoş oldu.